Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz qardaşlar, İncildə olan Paraqlit haqqında sizinlə söhbət eləmək istəyirəm. Həzrəti Peyğəmbərimizin İncildəki adıdır Paraqlit. İndi gəlin görək, mən burada nə gözəl bir şəkildə elmi kəşfim var. Buna həqiqətən elmi kəşf demək olarmı, olmazmı? Buna özünüz qərar verərsiniz. İncildə Paraqlitdən danışılır. Rəqəmsal dəyər 570-dir. Yəni 570-də Həzrəti Peyğəmbərimiz anadan olmuşdur. Sallallahu aleyhi və səlləm. Paraqlit elə həmən Həzrəti Peyğəmbərimizdir. İslam alimləri buyurmuşlar ki, İncildə olan Paraqlit Həzrəti Peyğəmbərdir. Və Paraqlit kimdir? İncildə belə bir ayə var ki, Həzrəti İsa Peyğəmbər buyurur ki, mən getməsəm o gəlməz. Mən gərək gedəm ki, o gəlsin. O Paraqlitdir. Yəni təsəlli verici, şəfa verici, müjdələyən mənalarına gəlir. Yəni, məndən sonra gələcək Peyğəmbər və bütün xristiyan dünyası həmişə Paraqlitin həsrətində olub ki, nə zaman görən gələcək. Və gələndə də Həzrəti Peyğəmbərimiz xristiyanlar inanmadılar ki, Həzrəti Peyğəmbərdir. İnananlar sözsüz ki, İslamı qəbul elədi, inanmayanlar xristiyanlıqda qaldı. Və hələ də Paraqliti gözləyirlər. İndi mən burada 570 rəqəmini tapmışam. 100 illərdir ki, heç kim tapmayıb. Yəni, hətta İslam dini gəlməmişdən öncə də əbcəd rəqəm sistemi var idi. Yenə onu görməyiblər. Necə olur ki, mən görürəm, başqaları yox. Çünki hərfin adını yazmırlar. Hərfi çılpaq şəkildə rəqəmsal sistemini hesablayırlar. Onda da həmən istənilən nəticəni vermir. İndi Paraqlit görək kimdir? Deməli, İncildə bax belə gəlmiş. Paraklitos, P ilə Paraklitos. Amma Paraqlit sözün köküdür. Os kəlməsi sizi o qədər də düşündürməsin. Məsələn, Yunanlarda belə var da, Sokrat əvəzinə Sokrates deyərlər. Tes, os, us kəlmələri kəlmənin axırında deyilər. Deməli, Paraglitos kəlməsinin kökü Paraqlitdir. Daha dəqiq desək, Paraqlit. Və ərəb mənbələrində həmişə bu cür yazılıb, Paraqlit. Bu cür yazılıb ərəb mənbələrində. İndi bunun rəqəmsal dəyərinə gəlin baxaq. Deməli, A-nı ifadə edən əlif hərfidir ərəblərdə. Əlifin əbcəd rəqəm sistemində dəyəri 1-dir. Amma hərfin adını yazanda fikir verin bu cür yazılar. Əlif, ləm, fə. Neçə elədi? 111. Nə üçün 111 elədi? Əlif hərfi. Çünki əlif 1-dir, ləm 30-dur, fə 80-dir. Elədi cəmi 111. Əlif hərfinin rəqəmsal dəyəri 1-dir əbcəd rəqəm sistemində. Amma hərfin adını yazdım. Amma görürsünüz, əlifdən başladım, fədən başlamadım. Nə üçün başlamadım? Çünki fə hərfi təsadüfən bura qoyulmuş hərf deyə bilərik. Nə üçün təsadüfən? Çünki Paraklitos kəlməsində f yoxdur. Bu p-dır. Bura p yazılmalıydı, f yox. Bəs nə üçün p yazılmır? Çünki ərəbdə p yoxdur. Ərəbdə p yoxdursa, deməli p-nın da rəqəmsal dəyəri yoxdur. Mən bunu fə hərfinin rəqəmsal dəyəri 80-dir. Mən bunu 80 olaraq oxumuram sizə. Nə üçün? Çünki Paraqlit kəlməsində f hərfi
yoxdur. P olmalıdır, paraqlit olmalıdır. P da olmadığına görə məcburi F hərfinə müraciət edib ərəb. Amma rəqəmsal sistemində artıq fəni oxumuram, çünki yoxdur. Kök sütunda yoxdur. Kök sütun P-dir, P hərfidir. Deməli, nə oldu? Fəni oxumuruq. Nə üçün oxumuruq? Çünki yoxdur. P-ni oxumarıq, P-ni. P-nin də rəqəmsal dəyəri yoxdur. Əlif oxuduq, elədi 111. Sonra ra-nı oxuyuruq. Ra hərfi bu cür yazılar, fikir verin. Ra hərfinin yazılışı. Ra və əlif. Ra hərfinin rəqəmsal dəyəri 200-dür. Deməli, r-nı da oxuduq. A oxundu, r oxundu. Paraqlit kəlməsində və ya faraqlit kəlməsində bir dənə A var. R-dan sonra A var. Amma ərəblərdə bu A yazılmayıb. Hərf olaraq yazılmayıb. Biz də oxumuruq. Birbaşa keçirik qaf hərfinə. Qaf hərfinin rəqəmsal dəyəri qaf 100-dür, fə 80-dir. Elədir 180. İndi siz sual verə bilərsiniz ki, nə üçün ra hərfində əlif oxumadın? Niyə 201 demədin? Çünki əlif oxunmur. Mən də oxumadım. Fə əslində oxunmur. Mən də oxumadım. Çünki burada fə təsadüfən səhvən qoyulub. Səhvən deyəndə məcburi gediş qoyulub. Rəqəmsal sistemində kök sütunda P yoxdur. Deməli, keçdik qaf hərfinə. Qaf hərfi 180-dir. Ləm hərfi. Ləm hərfinin əbcəd rəqəm sistemində dəyəri 30-dur. Amma mən bura 30 yazmamışam. Baxın, 70 yazmışam. Niyə? Çünki ləm hərfi bu cür yazılar. Ləm, əlif, mim. Ləm 30-dur, mim 40 elədi 70. Amma burada bir əlif də vardı. Mən gərək 71 deyəydim, düzdürmü? Demirəm. Nə üçün? Çünki əlif hərfi oxunmur. Mən də oxumadım. 70 dedim. Yə hərfi. Faraqlit kəlməsində yə var. Oxuyaqmı bunu? Yox. Nə üçün? Çünki yə hərfi oxunmur ki. Fikir verin, faraqlit. Yə hərfi oxunmur. Mən də oxumadım. Birbaşa ləm hərfindən keçdik ta hərfinə. Ta hərfi 9-dur. Əliflə yazılarkən 1 olur. Əslində 9 topla 1 deməliydim. Bərabərdə olur. Niyə 9 yazdım? Çünki əlif hərfi oxunmur ta hərfi yazılanda, adı yazılanda. Bu hərflərin adını yazmışam. Amma fəni qəsdən bu yuxarıda yazmamışam. Nə üçün? Bildiniz nə üçün. İndi gəlin hesablayaq. 111, yəni əlif hərfi. 200, yəni ra hərfi. 180, yəni qaf hərfi. 70, yəni ləm hərfi. Ta hərfi də 9. Neçə elədi? 570. Deməli, faraqlit bütün İslam alimlərimizin əksəriyyəti demişlər ki, faraqlit İsa Peyğəmbərin müjdələdiyi kəs Həzrəti Muhamməddir demişlər. Rəqəmsal dəyər də 570-dir. Bax, bunu görməyiblər. Ona və əhl-i beytinə salavat və salam olsun. İndi gəlin, baxaq görək. Axı, bu gözlənilən şəxs var ki, o şəxs təsəlli verici və müjdəliyən və şəfa verici şəxsdir. Gözlənilir, özü sonuncudur. Sonuncu kimdir? Həzrəti Peyğəmbərimiz. Elə sonuncu olurmu? Yalnız Peyğəmbərdirmi? Xeyr. Həm də bununla yanaşı Həzrəti Mehdi, 12-ci imamımız da gözlənilən şəxsdir. O da müjdəliyən və şəfa vericidir. Məsələ budur ki, həmin bu faraqlit kəlməsinin rəqəmsal dəyəri həm də Həzrəti Mehdinin anadan olma ilədir. Həzrəti Mehdinin anadan olma ilədir. Deyəsin, necə yəni? Bunu necə hesablayacaqsan ki, bu yaransın? İndi gəlin, baxaq və hesablayaq. Fikir verin, həmən faraqlit kəlməsidir. Amma burada hamısını yazmışam. Ta deməmişəm, fə hərfini yazmıram. Belə bir nəzəriyyə ilə yanaşmışam ki, hamısını yazın. Ərəb ki, buna paraqlit demədi, faraqlit dedi, pısı yox idiysə, hamısını yazın. Amma oxunan hərfləri oxuyun.
Amma Y hərfi oxunmur, oxuyub amma onun oxunan səsin. Fikir verin, nə demək istəyirəm? F hərfi necə yazılır? Bax, faraqlit kəlməsində F. F və əlif. Neçədir? F 80-dir, əlif 1-dir, elədimi? 81. Amma əbcəddə 81-dir. Əlifba sırası ilə oxuyacağam, əlifba sırası ilə, əbcədlə yox. F hərfi 20-ci hərfdir. Əlif 1-ci hərfdir. Neçədir? 21. Amma mən bura nə üçün 20 yazmışam? Əlif hərfi oxunmur, mən də oxumadım. Keçdik əlif, bu əlif hərfinə, faraqlit kəlməsindəki əlifə. Bu əlif hərfində əlif 1-dir, ləm 30-dur, F 80-dir. Neçə elirdi? 111 elirdi, düzdür? Amma əbcədlə hesablayanda əlifba sırası ilə əlif 1-dir, ləm 23-dür, F 20-dir. Neçədir? 44. Ra hərfi əliflə yazılanda 201 eləyirdi, əbcədlə. Amma axı əbcədlə oxumuruq, əlifba ilə oxuyuruq. Ra hərfi 10-cu hərfdir, əlif 1-ci hərfdir, elədi 11. Amma mən bura yazdım 10. Nə üçün? Çünki 10-cu hərfdir və əlifdə oxunmur. Keçdik qaf hərfinə. Qaf hərfinin adı bu cür yazılır. Qaf, əlif, fə adı belə yazılır. Və qaf hərfi 21-ci hərfdir, əlif 1-ci hərfdir, fə 20-ci hərfdir, elədi 42. Amma mən bura 41 yazıram qəsdən. Nə üçün? Çünki əlif oxunmur. Mən də burada əlifi çıxartdım, 41 yazdım. Ləm hərfi əbcədlə 71 edirdi. Amma əlif oxunmayanda da 70 deyirdik. Amma məsələ budur ki, ləm hərfinin əlifba sırası ilə baxanda ləm 23-cü hərfdir. Əlifdə 1-ci hərfdir, elədi 23, topla 1, elədi 24. Bəs mim hərfi neçənci hərfdir? 24-cü hərf. 24, 24, neçə elədi? 48. Bəs nə üçün mən bura 47 yazmışam? Çünki əlif hərfi oxunmur. Mən də 47 yazmışam. Y hərfi 28-ci hərfdir. Faraqlit kəlməsində Y hərfi oxunmur. Amma burada oxudum. Y dedim oxuyum. Y hərfi oxunur. Və amma əlfi oxunmur. Niyə? Çünki əlfi zatən oxunmur. 28-ci hərfdir. Ta hərfi 16-cı hərfdir. Və 16-nı da yazdım. Əlfi oxumadım. Bunların cəmi neçə eləyir? 206. Nə olsun deyərsiniz? Həzrəti Mehdinin 206-ya nə dəxili var? 206 ilə əlifba sırası ilə oxunan faraqlitin 206-sı ilə biz 666-nı birləşdirsək, neçə eləyir? 872. 206 topla 666 eləyir 872. İndi siz də deyərsiniz ki, doğrudan həqiqətən Həzrəti Mehdi 869, 870, 871, 872 bu illər Həzrəti Mehdinin doğum illəridir. Bu 4 il. Amma niyə 666-nı birləşdirdin? 666 rəqəmsal dəyərin necə tapdın və hardan tapdın? 666 rəqəmi, deməli qardaşlar, bax, buradan çıxır. 666 rəqəminin dəyəri buradan çıxır. Necə çıxır? Əgər biz hərflərin adını yazarıqsa, hansı hərflərin? Həmən bu faraqlit kəlməsində F hərfinə əbcədlə desək, F 80-dir, əlif 1-dir, elədi 81. Əlif kəlməsi əbcədlə 111-dir, çünki əlif 1-dir, ləm 30-dur, F 20-dir, elədi 111. Ra hərfinin bütün oxunan hərflərini oxusaq, desək, ra 200-dür, əlif 1-dir, elədi 201. Qaf hərfinə 181 desək, ləm hərfinə 71 desək, Y hərfinə 11 desək, ta hərfinə 10 desək. Niyə ta hərfinə 10 deyirik? Axı 9-cu hərfdir, əlifini də oxusaq. Yəni, bu cür oxusaq, əbcəd rəqəm sistemi ilə bu cür oxusaq faraqlit kəlməsini, hətta Y-si, onda 666 edir. 666-nın da üstünə
gələndə 666-nın bax üstünə gələndə 206-nı, yəni Faraqlit kəlməsinin həm əbcətinə adın yazdı oxuduq. 666 oldu. Həm də əbcədsiz əlifba sırasını oxuduq. Deməli 602 elədi. Bunların cəmi elədi 872. 872 Həzrəti Mehdinin anadan olma ili sayla, illərdən 4 ildən biridir. 869, 870, 871, 872 Həzrəti Mehdiyə aid olan il. O da gözlənilən şəxsdir. O da müjdələyən şəxsdir. Yəni bu cür baxanda biz görürük ki, İncildən götürülən bu kəlmə həqiqətən rəqəmsal sistemdən sanki bizə Həzrəti Peyğəmbərimizi, Həzrəti Mehdinin rəqəmsal dəyərlərini göstərir.